Bayaq ki, fenomen meyxanacı deyəndə ağlınıza kim gəlir? Özəllikləri necə olmalıdır fenomen meyxana deyənin? Kimdir fenomen meyxana deyən? Bax, bütün bu tanıdıqlarımızdan birini götürsək. Mən ikisinin adını deyim, nə icazə verir? Mənim üçün biri Elçindir. Allah rəhmət eylesin. İkisini deyin. Yox, biz klassikdən başladıq. Mənim üçün də birincisi Elçindir. O çox bir interesli adam idi, belə. Sən meyxana o vaxtda, belə deyək də, Ağa Səlimdən sonra təzə doğulmuş uşağa oxşayırdı. Yəni, Ağa Səlim, ağamızın dayısıdır bir şey ki. 25-30 yaş hamısından böyüdü, 20 yaş böyüdü ən azı. Onda təzə doğulmuş uşaq kimi Kərim, Elçin, bunlar elə doğrudan təzə doğulmuş uşaqlar idi. Amma o Kərim başqa adam idi. Amma bugünkü dövrə götürəndə fenomenlik Aydın'da olub. Aydın Xırdalı. Onun da, yəni Allah rəhmət etsin, yəni meyxanadan başqa bəlkə heç neyi bilmirdi. Necə, amma meyxanaya lazım olan bütün hər şey var idi onda. Maşın sürə bilməzdi bəlkə, tutalım da özünü idarə edə bilməzdi, necə deyim sənə, hardasa. Dərs deyə bilməzdi bəlkə o, yəni pedaqog kimi ola bilməzdi, nə bilim, hansısa bir, amma meyxanaya nə lazım idi, var idi onda. Allah Axund Azəri də can sağlığı versin, onu çox yaxşı yetişdirmişdi. Yetişdirdi Aydın'ı qeyri-adi. Yəni yetişdirmək də elədir ki, gəlir özün də mümbit olasan ki, yetişəsən də. Daşı divara yetişdirmə olmaz. O fenomenlik deyirsən, sırf onda vardı.